Culfa rayon icra hakimiyyətində keçirilən görüşdə bölmənin rəisi Səttar Nəsirov, baş müfəttiş Mübariz Məmmədov, müfəttiş Səmra Mehraliyeva çıxış edərək su ehtiyatlarından səmərəli istifadənin hər bir ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynadığını qeyd ediblər. Vurğulanıb ki, son zamanlar su ehtiyatlarının məhdudluğu və iqlim dəyişmələri onların səmərəli istifadəsi və mühafizəsini ön plana çıxarır. Bu məqsədlə Azərbaycanda su ehtiyatlarının qorunması üçün möhkəm hüquqi əsas yaradılır, quru kontinental iqlimə malik olan Naxçıvan Muxtar Respublikasında mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsi, əhalinin su təminatının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülür. Əhalini ekoloji cəhətdən təmiz su ilə təmin etmək üçün hər il yeni su xəttləri çəkilir, mövcud olanları bərpa edilir və kaptajlar tikilir. Eləcə də içməli və suvarma su mənbəyi kimi geniş istifadə edilən kəhrizlərin təmir bərpa edilməsi də diqqətdə saxlanılır. Bildirilib ki, Naxçıvan şəhərində, rayon mərkəzləri və onlara bitişik kəndlərdə Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri layihəsi çərçivəsində bu işlər davam etdirilməkdədir. Əsas məqsədlərdən biri də sudan istifadənin israfçılığın azaldılması və gələcək nəsillər üçün dayanıqlı su təminatının yaradılmasıdır. Görüşün sonunda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallara cavablandırılıb. Nəzrin İsmailova, Oruc Məmmədiyarov, NTV Xəbər.